Ve yeni bir nağıla başlayırıq. Sarı çiçek. The Yellow Flower. Bu bizim artıq bu kitabdan axırıncı nağılımızdır ki, mən sizinlə səsləndirirəm. Və suallarını da atacağım. Mütləq ki, cavablandırarsınız. Biri var idi, biri yox idi. Bir leylək var idi. Leylək xeyli vaxt idi, babasının yanında qalırdı və həyatından çox razı idi. Babası və nənəsi onu çox əzizləyirdilər. Sevdiyi yeməkləri tapıb gətirir, onu gəzdirir, tez-tez qonaqlığa aparırdılar. Bir gün leylək dostları ilə oynayırdı və ona bir xəbər gəldi. Atasının xəstə olduğunu dedilər. Bu xəstəliyin dərmanı isə bir nadir çiçək imiş. Həmin çiçək isə Ala dağının zirvəsində bitirmiş. Çiçəyi tapıb məlhəm hazırlasalar, atası sağalacaqmış. Leylək bu xəbəri eşidəndə çox kədərləndi. Gedib bir çayın kənarında oturub, dərdli düşünməyə başladı. O çiçəyi necə tapsın, nə etsin? Çayın suyu sakit axırdı. Yüngül meh leyləyin lələklərini oxşadı. Leylək sanki bu mehdən canlandı. Ayağa qalxdı və çiçəyi tapmaq üçün yola çıxmağa qərar verdi. Babasının yanına getdi. Qərarını ona bildirdi. Babacan, dedi. Atamın sağalması üçün gedib o çiçəyi tapmalıyam. Babası dedi. Cəsur nəvəm mənim, səninlə fəxr edirəm. Yolun açıq olsun. Leylək hər kəslə sağollaşıb yola çıxdı. Dağlar, dərələr keçərək uzun bir yol getdi. Artıq çox yorulmuş və acımışdı. Nə etsin? Hələ çox yolu vardı. Dincəlmək üçün aşağı indi. Ətrafına baxındı, heç kəsi görmədi. Yemək axtarmağa başladı. O tərəf, bu tərəfə baxındı. Birdən kolların arxasından bir göyərçin pırr edib qarşısında durdu. Salam, salam, sən kimsən və burada nə edirsən, dedi göyərçin. Mən bir leyləyəm, çox uzaqdan gəlirəm və çox yorulmuşam. Mənə biraz yemək və dincəlmək üçün rahat yer lazımdır. Mənə kömək edə bilərsən? Göyərçin onu yuvasına apardı. Bura mənimdir, dincələ bilərsən. Sənə yemək də taparam. Rahatına bax, dedi göyərçin. Yuvanın qapısını açdı və leyləyi içəri dəvət etdi. Leylək yuvanı görüb heyrətləndi və gülərək havada dövrə vurmağa başladı. Bura çox kiçikdir, dedi. Göyərçin onun etdiyi hərəkətə çox təəccüblənmişdi. Leyləyin nə dediyini belə eşitməmişdi. Bu çox gözəl bir hərəkətdir, leylək qardaş. Bunu necə etdin? Bu mənə məxsus hərəkətdir. Sən də belə edə bilərsənmi? Əlbəttə edərəm. Bir gün sənə də öyrədərəm. İndi istirahət etməliyəm. Leylək yuvadan içəri girmək istədi. Ancaq qanadları ona mane oldu. Axı onun qanadları çox uzun idi. Göyərçin yuvasını özü üçün düzəltmişdi. Ona görə də leylək nə qədər çalışdısa da içəri girə bilmədi. Göyərçin onu arxadan itələməyə başladı. Biraz daha cəhd et, leylək qardaş, içəri keçməyə tələs. Çalış. Göyərçin qardaş, sən məni burax, mən bura yerləşmərəm, bura çox kiçikdir, başqa bir şey düşünək. Olsun, sənə başqa bir çarə taparam, sən yaxşıca dincəl. Heç demədin, hardan gəlib hara gedirsən, heç soruşma. Mən bir müddətdir babamgildə yaşayırdım. Xəbər gəldi ki, atam xəstələnib. Xəstəliyinin dərmanı bir çiçəkdir. O çiçək də Ala dağının zirvəsində bitir. İndi o çiçəyi tapmağa gedirəm. Göyərçin çox kədərləndi və dedi. Mən də sənə kömək etmək istəyirəm. Birlikdə taparıq o çiçəyi. Sən mənimlə uça bilməzsən. Mənim yolum çox uzundur. Mən qanadlarım gücləndirirəm. Xüsusi yeməklər yeyərəm. Güclənərəm. Göyərçin gedib qamışlardan leyləyə bir yataq hazırladı. Sonra gedib balıqçılardan balıq istədi. Qardaş, qonağım var. Mənə bir neçə balıq verə bilərsənmi, dedi. Əlbəttə verərəm. Qonaq başımızın tacıdır, dedi balıqçı. Göyərçin balıq dolu vedrəni gətirib leyləyə verdi.
Leylək yaxşıca doyub qamışların üzərində uzanıb yatdı. O yatarkən göyərçin hazırlıqlarına başladı. Əvvəlcə qanadlarını gücləndirmək üçün qida hazırladı. Qidanı yedikdən sonra məşq etdi. Göyərçin çantasını hazırladı və leyləyin yanına getdi. Leylək oyanmış, getməyə hazırlaşırdı. Göyərçini görən kimi dedi: "Sənə minnətdaram göyərçin qardaş. Mənə çox kömək etdin. Sənin sayəndə yaxşıca dincəldim. Artıq getməliyəm. Hara gedirsən? Mən də səninlə gəlirəm. Belə razılaşmışdıq. Mən bütün hazırlıqlarımı tamamlamışam." "Bax, göyərçin qardaş, mən çox yüksəklərdə uçuram. Sən o qədər yüksəklikdə uça bilməzsən. Çox yorularsan." "Xeyr, xeyr, səninlə gəlirəm." Leylək nə desə də göyərçin razılaşmadı. Çiynində çantası hazır dayanmışdı. Leylək çarəsiz qaldı. Onu da götürməyə qərar verdi. Hazırlaşıb yola çıxdılar. Aha, havaya qalxdılar. Biraz uçmuşdular ki, leylək yüksəlməyə başladı. Göyərçin ona çata bilmədiyi üçün təşvişə düşdü. Leylək yuxarıdan səsləndi: "Tez ol, geridə qalırsan, zamanımız azdır, çatmağa çalışıram," dedi göyərçin. Leylək bir göz qırpımında aşağı endi və göyərçini qanadına aldı. Daha sonra ona uçmağa kömək etdi. Biraz uçduqdan sonra göyərçin yenə geridə qaldı. Leylək səsləndi: "Sürətli ol, göyərçin qardaş, çox geridə qalırsan." "Leylək qardaş, mən sənə çata bilmirəm, çox yoruldum. Bəlkə səni burada gözləyim." "Nə oldu sənə? Bayaqdan mənimlə getmək istəyirdin." Leylək göyərçinin yorulduğunu gördü və onu qanadına alıb buludun üstünə qoydu. Onlar biraz dincəldikdən sonra yola davam etdilər. Uzaqdan Ala dağı görünməyə başladı. Göyərçin sevinclə dedi: "Leylək qardaş, bax, bura Ala dağ olmalıdır." Leylək çox sevindi. Nəhayət çiçəyi tapıb atasını xəstəlikdən qurtaracaqdı. Onlar dağın zirvəsinə endilər. Çiçəyi axtarmağa başladılar. Gözəl, sarı bir çiçək dağın tam zirvəsindən sanki onları çağırırdı. "Bu o çiçəkdir," deyə leylək sevinclə göyərçinə baxdı. Bu an onlar özlərini çox xoşbəxt hiss etdilər. Çiçəyi ehtiyatla qopardılar. Göyərçin çiçəyi möhkəm tutdu və leyləyin qanadının üstünə çıxdı. Leylək havaya qalxdı. O çox yüksəkdən uçurdu. Uçarkən yuxarıdan aşağıya doğru baxdı. Hər şey o qədər kiçik görünürdü ki, leylək bu qədər yüksəklərdən uça bildiyinə görə özü ilə fəxr etdi. Göyərçin isə qorxudan aşağı baxa bilmirdi. Gözlərini bərk-bərk yummuşdu. Uçdular, uçdular, gəlib leyləyin vətəninə çatdılar. Aşağı endilər. Enər-enməz leylək atasının yanına qaçdı. Gətirdiyi çiçəkdən məlhəm hazırlayıb ona verdi. Bir gün sonra ata leylək artıq ayağa qalxmışdı. O leyləyin yanında duran göyərçini görüb soruşdu: "Bu kimdir?" "Bu mənim dostum göyərçindir. Bilirsənmi ata, göyərçin mənə çox kömək oldu. Yüksəklikdən qorxmasına baxmayaraq Ala dağına da mənimlə gəldi." Ata leylək bu torpaqların ən ağıllı quşu idi. Yaşlı gözləri ilə onlara tərəf baxaraq yanlarına yaxınlaşdı. "Övladlarım," dedi dərin bir səslə. "Dostluq bir ömrün ən dəyərli xəzinəsidir. Bir dostun olduğunda tək qalmazsan. Xoşbəxt olduğunda birlikdə gülər, çətinliyə düşəndə bir-birinizə dəstək olarsınız. Dostluq bir çiçək kimidir. Əgər ona yaxşı baxsanız, böyüyər, gözəlləşər. Yaxşı baxmazsanız, solub gedər." Göyərçin və leylək bir-birinə baxdılar və gülümsəyərək qanadlarını çırpdılar. Ata leyləyin sözləri dostluqlarının dəyərini onlara bir daha xatırlatdı. Beləcə göyərçin və leylək hər zaman
dost qalacaqlarına söz verdilər. Və beləliklə biz nağılımızı bitirdik. Nağıllar uşaqların xəyalını qanadlandırar, kitablar isə onları həyata hazırlayar. Bu bizim Möcüzələr Diyarı Wonderland adlı bir kitabımız idi. Artıq siz uşaqlarla birgə bu kitabı oxuduq, dinlədik, başa vurduq. Sizin hər birinizi təbrik edirəm. Növbəti kitabda görüşmək ümidi ilə bir də suallarımız var. Onları da atacağım və bu kitab ümumilikdə necə oldu, xoşunuza gəldi, gəlmədi, fikirlərinizi gözləyəcəm. Hələlik.